düşünmürəm ki, bir pandemiya vəziyyətinə gəlib çıxsın. Amma əgər kimsə yoluxmuş olarsa, yoluxduğu zaman əlamətlərinə görə, yəni dəstək müalicəsi aparılacaq. Yoluxmuş olduğunu necə bilmək olar? Bayaq dediyim əlamətlərdir və qan analizində dediyimiz kimi baxırıq, daha sonra bir testə ehtiyac olur və bu qeyd edim ki, həmən bir gəmidə tapıldı, gəldi, sabahsı günü məndə olacaq deyə bir yəni hər əlamət, mən dediyim əlamətlər əksər virus xəstəliklərində olur. Boğaz ağrıyır, baş ağrıyır, əzəl ağrıyır, yorğun olur, halsız olur, ayağa qalxmaq istəmir, temperatur qalxır, temperatur düşür də bilmir, iştahı olmur, bəzən ishal olur, rotavirusda ishal da olur, qızdırma da olur, ağrı da olur, halsızlıq da. Rotavirus. Onda yaxşı, rotavirus niyə pandemiya vəziyyətinə gəlib çıxa bilmir? Yəni, hal-hazırda da, məsələn, çoxlu uşaqlarda falanda da belə yayılmış virus xəstəliyi var. Elə rotavirus deyək və yaxud da naravirus deyə bilək. Bu tipli virus xəstəlikləri ilə eyni simptomu görüb də hantavirus deməyimiz doğru deyil. Və düşündüyüm kimi 41 növü var. Bunun bir alt tipi Andes virusu olaraq insandan insana qeyd edirlər. Bunda əvvəllər məsələn 70-lərdə ancaq heyvandan keçməsini araşdırırdılar. 96-cı illərdən sonra artıq bu barədə təsdiqləndi ki, bu keçə bilir və onu da qeyd edeyim ki, dünyada hər il təxminən bəlkə də 100 minlərlə hantavirus testi pozitiv çıxan insanlar var. O zaman dünyada 2009-2026. Düşünün bu qədər illərdə hantavirus insanlarda olub. Test pozitiv çıxıb. Amma nə olub? Bu qədər səs-küyə səbəb olmayıb. Bu virusun müalicəsi varmı? Dediyim kimi, bu virus xəstəliklərin əksəriyyətinin spesifik bir müalicəsi yoxdur. Spesifik müalicə nədir? Yəni ki, mən bu xəstəliyə tutuldum, həmən bu dərmanı içəcəm. Amma əlamətinə görə, məsələn, böyrək tutulumu, tənəffüs sisteminə dəstək terapiyası, bunlar var. Hətta mənə digər 2-3 gün əvvəl də suallar vermişdilər ki, bitkilərlə bunun müalicəsi var, mən daha çox fitoterapiya ilə məşğulam. Yəni, spesifik bir bitki müalicəsi yoxdur, amma immunitetini artır. Utindi iç, propolis cövhəri iç, exnasiya iç. Bunlar həqiqətən sizə kömək eləyər. Bu digər virus xəstəliklərindən də qoruyar. Yəni, immuniteti güclü tutsaq, əslində qorunma ehtimalı daha azalır. İmmunitetimizin yaxşı olması bizim sabah tutulanda belə ağırlaşma şansımızın azalması deməkdir. Bu, mən koronavirus vaxtı da belə məsləhətləri verirdim. Məsləhət görə bilərəm, çiçək tozu, bal, propolis, belə bir şeylər istifadə edin. Bu məhsullar da Azərbaycanda var da, yəni çətin bir məhsul deyil. Ki, hansısa gedib, mənim qızdırmam var, antibiotik üçün biraz da immunitetim sağlam. Antibiotik nə vaxt içməlisən? Bakteriyan var. Bakteriyanın fonunda yaranan bir iltihabı proses varsa, seçici antibiotik içəcəksən. Orada da elə gedim istənilən antibiotik deyil də, məsələn, tutaq ki, bəlğəmdən bir yaxma götürülə bilər, kimdəsə sidik yolu infeksiya ola bilər, sidikdən götürülür, qanın əkilməsi kültürü ola bilər. Ona uyğun çıxır, yəni hansı antibiotik düşərlidir, hansı antibiotik həssasdır, neçə gün nəyi verə bilərəm. Bu, o proqramda. Amma ki, problem ondadır ki, bilirsiniz, virus xəstəliklərində qızdırma olan kimi, bəzən də olur, məsələn, 37-7 temperaturla yazıblar ki, doktor, mən bunu necə eləyim salım aşağı. 37-7 temperaturdur. Elə 37-7 temperaturdur, biraz da halsız olacaqsan, açıb biraz da YouTube-da filanda yeni bir təhlükə başladı, hantavirus, beynində bir hantavirus yaradacaqsan. Beyində hantavirus, pandemiya virusları yaratmasaq, bizim, yəni bir panikaya salmasaq, bizim bədənimizin immuniteti çox güclüdür. Və bunu dediyim qidalarla da, stressiz şəraitlə də və müştərək şəkildə dəstək bir müqavimət terapiyası apara bilərlər.